kişi qadınını vursa əgər, qadına əl qaldırsa, həyat yoldaşına əl qaldırsa, bir zərbə vursa qadına, Allah cəhənnəm məmuruna əmr eləyər ki, ona od daxilində 70 dənə oddan zərbə vursun. Özü də cəhənnəmin zərbəsi, bu sizə zarafat gəlməz. Və əksinə kişi qadından narazı olarsa, qadından həyat yoldaşı narazı idi, getdi Peyğəmbərin yanına ki, ya Rəsulallah, həyat yoldaşım məndən narazıdır. Peyğəmbər dur, çıx get mənim yanımdan. Nəyə durub mənim yanıma gəlmirsən? Həyat yoldaşın səndən narazı olan halda mənim yanımda nə edirsən? Allah nəzər eləməz sənə ki, sən həyat yoldaşın səndən narazıdır. Özdə hədislər bizə belə deyir, kişi qadından narazıdırsa, qadın deməsin, sabah düzələr. Həmin anda çalışsın həyat yoldaşını razı salsın. Desin ki, mən yatmayacam, sən məni bağışlamalısan. Kişi də biraz tez bağışlasın, amma gez bağışlamağı özü də elə qadının xeyrinədir. Çünki kişinin qürurunun göstəricisidir. Ay qadın, sənə də elə qürurlu kişi lazımdır. Həyat yoldaşının qüruru olmadısa, ailənin təməlləri sarsılır. Həyat yoldaşının qürurunu ailədə ucaltmaq xanımın ən ümdə vəzifələrindən biridir.